Yaşıl çay və enginar yarpağın birləşdirib dəmləsəz, xolesterini azaldıb damarlarınızı qoruya bilərsiniz. Yemişan və yasəməni birləşdirib dəmləsəz, ürək fəaliyyətinizi yaxşılaşdırıb təzyiqinizi normada saxlaya bilərsiniz. Enginar və zəncəfili birləşdirib dəmləsəz, qaraciyərin fəaliyyətini yaxşılaşdırıb yağlanmanı azalda bilərsiniz. Gizdikan və qarğıdalı saçağın birləşdirib dəmləsəz, artıq maiyeni atıb arıqlama prosesini sürətləndirə bilərsiniz. Məkkəgülü, bədrənc və istiotlu nanəni birləşdirib dəmləsəz, qan şəkərini balansda saxlaya bilərsiniz. Kanur antixolesterin çayını dəmləyib içsəz isə bütün bu saydığım problemləri eyni anda aradan qaldıra bilərsiniz. Çünki məhz kanur antixolesterin çayının tərkibində adın saydığım bitkilərin hamısı var və gün ərzində 2-3 paket dəmləyib içməyiniz kifayətdir ki, qanda pis xolesterini nəzarətdə saxlasın, şəkəri, təzyiqi nəzarətdə saxlasın, qaraciyərin fəaliyyətini yaxşılaşdıraraq qaraciyər yağlanması riskinin azaltsın. Eyni anda metabolizmanı sürətləndirsin, arıqlama prosesini sürətləndirsin və içdiyiniz andan etibarən sizə qəribə bir yüngüllük hissi versin. Ölkənin bütün apteklərində var. Olmasa da əczaçılarımızdan xahiş edin, sifariş edib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün ekrandakı ürəyi qızardıb məni takip etməyi unutmayın ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Balaoğlanla daim sağlam qalasınız.